Bu meydan şey. Əvvəldə 2007-də sən mənim nəslimi kəsəcəksən əvvəldə var. Bax görüm Aşq Məhəmməd, sən belə nə gücünlə o cəsarət elədin mənə sözü dedin? Aşıq deyiruz, mən elə bir özümü çox kiçitdim, atım çox baş apar. Çox özümün uzunluğuna baxma, mənim enimi də bir hesab edir. Bu sənə ayol olmuş, aşıqlığını. Güclə bilinməz, qılıncla bilinməz, silahla bilinməz. Sinədə hər nə mənə sözün olsa, onlar mənə büyük cavab verirsən, məni tanıyırsan. Valla səni də tanıram. Geç o başa. Təbriz aşıqlarının, Qaradağ aşıqlarının damısını tanıram. Bunlar elə deyirlər, dünyada aşıq Təbrizdədir, Qaradağdadır. Bizdən sonra da aşıq yoxdur işləndə. Mən də bir məcbur elədim. Qanun öz ayağıvadır. Mən də bir miyanadan gəlmişəm. Burada ya sənə verən Allahdır, ya mənə verən. İkimizdən birimiz, qardaş. Mən bunu ciddi deyirəm. Aşıq sənəti belə olubdur. Dostluq yerində olar, amma sənət gərək deyirlər. İkimizdən birimiz bu sənəti yetişdirəcək. Elədir. Ya sən ya ben. İnşallah Məclis nə ilə başlar düş qabağa? Mənə bilir cavabını şeyindi. Məclis nə ilə başlar onu de görün mənə. Mən burada birinci növbə öz ustadımın adını çəkməliyəm. Bilirsiniz daha şair deyib ustadına kəj baxanın, kəm baxanın lənət gəlsin. Mənim ustadım Aşıq Əzbərdir. Aşıq Əzbər Nikah. İndi bax bu Tehranda yaşayır, onun canı sağ olsun. Kaş bir telefon olaydı, zəhmur edin gələydi. Oyanmayana əl atma. Aşıq, sən hələ mənə cavab ver, əzbəri görsən, buradan bilirsən, bu perşiyozu işlədib, buradan keçərsin, pişvadan belə çıxıb. Ola bombəsi. Hələ sən mənə cavab ver, ondan ustamı axtarcına. Dayanın ay qardaş. İndi bu özü məcbur elədi da məni. İndi hər nə olacaq? Allah rəhmət eləsin, Şəhriyar dedi, biz xoşuduq, xeyrət olsun, toy olsun. Fərq eləməz, hər nə olacaq buyur. Allaha demək. O gəldi, məni tapdı bu iş. Aşıq, sual soruşsan. Dəsmanım. Aşıq, sual soruşsan. Məclisə aşıq nə ilə başlar? Da indi mən hələ İran heç bütün bu cəmaat hamısı mahvarilərdə baxıblar mənim bərnaməm ki, dünyanı dolanıb gəlmişəm. İndi mən bilmirəm məclisi nə ilə başlarlar. 2 milyon mənə pul verib gətirib, bir saat buna oxuyan mən qərar ola bilməyən məclisi nə ilə başlarlar, geri oturam evdən çıxmayam heç. Məclisi ustadnamə ilə, divanla başlayarlar. Birini deməyinə görüm o divanlar. Mənim gözüm. Mən böyük ustadlara hörmət üçün, dünyadan gedən ustadlara ehtiram, hörmət üçün onların divanından deyəcəyəm. Ondan sonra Allah əgər əlim ətəyində olsa, qəbul eləsə, lütf eləsə, özümdən də deyəcəyəm şey. İndi qalıb Allah. Özündən deyəcəksən? Bəli, özümdən deyəcəyəm. Burası yaman. Burada kiçik görüşürəm. Deyiləm qanun qoymusan qarşıma. Allah'a dedim da bu dünya sənə verən Allah deyə mənə. Deyil görüm, özümdən deyəcəm. Bu böyük söz, ne gəl? Uyma şeytan fitnəsinə, qeyrətin əldən gedər. Xalq içində adım batar, hörmətin əldən gedər. Xalq içində adım batar, hörmətin əldən gedər. Müxənnəsdən kənar dolan məhd yolunda ver canı. Bivəfiyyat şəhvə cəfa, zəhmətin əldən gedər. Hər nalayiq kəsləri ilə sirri birlik eyləmə. Xain fikir nə lazımdır, qəlbikirlik eyləmə. İlahinin verdicinə naşükürlük eyləmə. Nəzərini kəsər səndən, dövlətin əldən gedər. Hərami ilə həmdəm olma, həlaldan axtarmaya. Söz mətləbi nəsihətdir, hər şəxsi məhəl qoya.
Oğlum qızım beter olsa, ev yoldaşın bihəya, qazandığın qızıl olsa ləzzətin əldən gedir. Sağ ol. Şəmşir deyən sözlərində mətləbi bil, yaxşıdır. Bağbana bağ meyvəsi, bülbülə gül yaxşıdır. Yaxşı qardaş, doğru yoldaş gəzməyə el yaxşıdır. Onda olmaz dərdi sənin, möhnətin əldən gedər. Ay oğul, canıva üşütmə düşüb baxıram. Elə nahardan məlum elə şama nə var? Sənin sözün qüvvətinə bir gün bir nəfər yoldan keçirdi. Gördü yolun ağzında bir quyu var. Əyildi baxdı, gördü ay oğlum bir dana ilan. Qalxır, quyunun yarısından gəlir heyvə, şappıltı ilə düşür tədəsini təkinə. Dedi ay Allah'ın eyvana, sən orada nə axtarırsın? Dedi sən bil o vicdanı məni buradan çıxar. Dedi yox eləyəm belə. Dedi bax, nə cür məqama desən, nə cür silvətə desən yetirəcəyəm səni. Qırarsa bunu çıxartdı. Danışır Allah'ın izni ilə. Dedi sən burada neyinisən? Deyil bir qonşu xəccə vardı. Mən getdim onun əvinə bilmədim. Namərd məndən ötürü 5 metr quyu qazdırıb mən buradan çıxmayım. Öldürsəydi yaxam yaxşı qutulardı. Məni xəccə saldırıbdı. Bəs indi gələk sənə mən bir xidmət edəyəm. Deyir necə? Deyir gedib dolanacağım şahın vəzirinin boynuna. Hər kəs gəlsə açılmayacağım. Sən gələndə deyəcəksən mənə bir dana ənam verin açılsın. Qorxma nə qədər qızıl istəyirsən istə. Gəldi bəli bu ilan bu işi gördü. Hay düşdü vəzir boğulur. Qoca dedi onu mən açarım. Dedi də olacaq şimdi buradasın. Geldi, baktı gördü böyle. İlan dolanı böyle engelip dururdu. Yaxına yetirəndə bu ilan açıldı getdi. Qocanı çağırdılar. Ne kadar pul demişti verdiler. Bu getdi. Bir gün hay düştü ki, ilan gelip dolaşıp şahın boynuna. Qoca dedi, qoy gedim görüm. Bugün kimə qızıl aldırıb bu ilan? Gəldi Aşıq Məhəmməd, qəşəng fikirdir, ha? Baxırım, görən yükündə nə var? Mən bura gələndə get ora bax. Ne görür? Gəldi, gördü, bəli. İlan uzaqdan bu qozuya işarə elədi. Dedi, yaxına gəlmə, ha? Ben sözümə baxmayacağım. Dedi, vallahi heç söz deməyəcəyim. Dedi, ben nəyə gəlirsən? Dedi, əli qulağa bir söz deyil. Dedi, xəccə gəlir, ha? Sənə bir iş görəcəyim. Eləcəyimdə aşıq Sirus gəlir. İş əvəzdir. Özünüz bilərsiniz, ha? Bizə heç mərqut deyil, özünüz bilərsiniz. Qardaş, bu Aşıq Sirus düz deyil. Bu elə ata-baba məsələdir. Hamız eşitmişdir bunu. Amma qoy mən bunların öz kəndində düşən bir vaxtdan danışım. Dedilər Sirus gəlir, Sirus gəlir. Baxdım mən bu yadıma düşdü. Bunların kətlərində bir məşələcə balında bir nəfərə hamı təhrəyə salmışdı. Bu şuuru idi. Fərmandarıdan bir nəfər yollurlar, deyirlər vazirəs, getkinə görə bu məşələcəbin savadı, nədir məlumatı, nədir hamımına təhrək salır. Gəlir bu cür kət cəmahatın yığır məcidə, hamının içində deyir, məşələcəb, vilayət fəqih nədir? Deyir o bu yerlərdə olmaz, cunubda çıxar, belə deyir. Məşələcəb buyur. Təhrək salıbsınız. Aşıq Məhəmməd, əlbəttə o Əhməd Ağa'nın kəndidir, bizim kəndimiz. Yaxçıların Əzəlim, pislərini versənə. Aşıq Məhəmməd Seydilin divanı dedi. Mən də bir başı bağlısın deyirəm, soruşmuram ha ondan. Elə divanı həm istəyirəm, ləzzət aparasınız. Həm də Aşıq Məhəmməd, belə bir şeyləri səndən soruşacağım. Bunu soruşmuram, bunu elə özüm deyirəm. Bir məclisdən neçə alim bəhs etdi ərbab gələ. 1-2 idi, 2-8 hesab oldu, bab gələ. 2-8-6 oldu, hər alimin kitabı lazım oldu, zikr edəyəm, gözlərimə xab gələ. Bir vəzirdə 28 qol görmüşəm yaranıb. 129 gözü var, hər tərəfə oyanıb. 40 başı var bədənində, 98 rəngi alıb. Nə şahı var, nə vəziri özü istir tab gələr. Sağ ol.
Bir baxsada 120 tat açılıbdır düz-düzə. Neçə ildir iki bağban hey baxırlar göz-gözə. 11.049 qoşun gəlir bağda üz-üzə. Aşıq Sirus Ariflərdən gözləyir cavab gələr. Sağ ol. Elə aşıq sənət olub. O burada qalsın. Olmayacaq sən. Hardan bilirsən soruş. Yəni o böyüklüyə sən. Hardan bilirsən soruş, istəyir ləşkər yerişir. Heç o böyüklüyə ləşkər bunu demədi. Ah, bilirsiniz niyə? Baxır mənə deyir, indi Miyanalıdır da, Miyanalı nə bilir aşıq nədir? Baxıram, ayaqlarıma dedim da, nahardan məlum elə şama nə var. Belə sözlər deyir, məni nənəm yuxuladanda qoynunda qulağıma laylay deyərdi onları. İndi o başlayıb deyir və bətər sözlər. Sən nənən ərəbi bilərdi? Mənim nənəm hərlik bilərdi. İnanmısan? İndi elə ki sazı əlimdən aldım, ha buradan əli boş, üzü qara qayıtdı Təbrizədən. Onda bilərsən, nənəm bilərdi ya bilməzdi.